Azərbaycan xalqı heç vaxt qələbə hissi ilə yaşaya bilməyəcək. Çox güman ki, bu müharibə bir gün, 2 gün, 3 gün davam edəcək. Növbəti müharibələr kimi. Müharibənin indiki şəraitdə bu cür halda getməsi Azərbaycana xeyir gətirməyəcək. Yəni, yenə də bildirmək istəyirəm ki, mən şəxsən əminəm ki, hər hansı geniş miqyaslı müharibə olmayacaq, davamiyyət olmayacaq. Azərbaycan Qarabağ münaqişəsini nə sülh yolu ilə, nə hərbi yolu ilə azad edə bilməyəcək. Çünki bu aksiyomadır. Baxaq görək xəbər bölmələrində recent that's 24. Baxın, hal-hazırda Telegram kanallarda açıq mənbələrdən toplanmış şəhidlərimizin şəkillərini görürsünüz. Mən istərdim ki, bir anlığına təsəvvür edək nə baş verib. Bir daha bildirmək istəyirəm ki, Azərbaycan bugün yes. Bak.